tamaşaçılar, bugün Qarabağın oyunu ilə qarşınızdayıq, bəli. Çətin oyun olacaq. Rəqib güclü, biz güclü. Bəli. Qarabağ oyuna başlayacaq və Hakim Müftü ilə oyun başlayacaq. Oyuna Qarabağ başlayacaq, bəli, və Hakim Müftü saldı, oyun başladı. Bəli. Ötürmə. Qarabağ hücuma çıxdı. Əla hücum, əla oyundu. Pedro ötürdü. Pedro qapıya baxdı. Zərbəsi qapıya doğru. Zərbə dəqiq alınmışdı. Qapçı da əla oynadı. Ronaldo ötürmədi. İçəri doğru ötürmə. Gəlir qapıya yanına doğru ötürmə. Qapı qarşısına zərbəni dəqiq alındırmaq da lazımdır. Yəni zərbə heç vura bilmədi. Qarabağ eyb yox. Qapı qarşısına zərbə. Alasan Qarabağ oyuna hələ də davam edir. Hücum bitməyib. Rəqib komanda hücuma çıxır. Rəqib komanda bəli hücuma çıxır, bir daha demək istəyirəm onu. İçəri doğru ötürmə. Qapı qarşısına Qarabağ hücuma çıxa bilərmi? Qapı qarşısına ötürsə əla olacaqdı. Əla da ötürmə. Zərbə! Oy oy oy! Qapı qarşısına zərbə! Oy oy oy! Qəşəng bir zərbə idi o, qəşəng bir. Təkrarı da görmək istəyirik, bəli. Burada ötürmə gəldi qapı qarşısına. O da elə bir rahatlıqla vurdu ki zərbəni tam 90-a, yəni 9-luğa. Qarabağ bu bərabərliyi pozur. Hesabda fərqlənir, bəli. Ötürmə Qarabağ bir daha hücuma çıxdı uzaqlardan qapıya. Zərbə, bu nə idi? Burada qapıya uzaqlardan zərbə gəldi. Qapıcı ötürmə edəcək. Ötürmə gəlir. Ötürmə. Top Qarabağda qaldı. Qarabağ ötürməyə qapı qarşısına. Saxlamadı topu. Zərbə! Zərbə dəqiq alınmadı. Oyun davam edir. İçəri doğru zərbəni burada dəqiq alınması da vacib idi. Rəqib hücuma çıxır. Bəli, rəqib hücuma çıxır. Qayda pozulub burada. Ronaldo deyirəm, üzülü sayın. Ronaldo burada sarı vərəqə ilə cəzalandırılır. Burada bəli, qaydanı pozan oyuncusu idi. Cərmə yerinə yetiriləcək. Cərmə yerinə yetiriləcək. Sizlərə birliklə ötürmə gəldi qapı qarşısına. Top Qarabağdadır. Qarabağ hücuma çıxır. Əla ötürmə idi o, bəli. Qarabağ hücuma çıxır. Qarabağ çəkdi. Baxır qapıya doğru. Zərbə qapıya. Hücum bitməyib, qapıya zərbə çöl. Bəli, çöl. Top Qarabağdan çıxdı. Qapıcı əli ilə oyunçuların getməsini işarə eləyir. Ötürmə. Top Qarabağdadır. Onun da ötürməsi Pedro. Pedro'nun ötürməsi əla gəlmişdi qapı qarşısına. Çəkdi, topu vurdu. Qayda top zərbə. O zərbə idi. Bunu qeyd edək ki, keçən oyunda Qarabağ 7-0 qalibiyyətlə ayrılmışdı meydançadan, bəli. Sağa doğru Ronaldo'nun ötürməsi qapı qarşısına zərbə! Bəli, yenə qol. Bu səfər bu qolu əla bir kornerdən vurdular. Əlasan Qarabağ. Burada rəqib komanda topu itirdi, bir daha hücuma çıxdı. Ötürmə elədi ara pası Pedro'ya. Pedro qaçır. Pedro ötürdü bir daha dostu. Zərbə gol! Bu oyunda da çox gol görəcəyik. Bəli. Qarabağ 3 və bu 28 dəqiqədə 3 gol vurdu Qarabağ. Bunu demək istəyirəm mən. Ötürmə bir daha. Onun da ötürməsi. Ala oynayır Qarabağ. Ala ötürmə gəldi. Ala ötürməydi. Qapıya zərbə. Bu deyəsən qapıdan zərbədir. Bəli. Oyun davam edir. Qapıcı 50 oyuncuların getməsini işarə eləyir. Və Qarabağ oyuncu dəyişdirmək istəyir. Qarabağ Ronaldo'nun yerini dəyişdirir, bəli. Ötürmə. Qapı qarşısına əla ötürmə. Qapıya zərbə. Zərbəsini qapıcı rahat saxlamadı. Rahat deməyə və gol!
Hər zamanki kimi qrup qol sevincini etdilər. Bəli, burada qol təşkilatını görürük. Qaydan top. Pedro rahat zərbə idi bu. Amma onu tutuzdurmaq da vardı. Bəli, Pedro bunu qola çevirdi. Rəqib bir daha səhv elədi. Bir daha çox asan da oyun keçir. Qapıya baxdı. Zərbəsi. Oy oy oy. Hər an elə bildi o top qapıya gedər. Ronaldo. Ötürmə. Pedro. Pedro. Qapıya zərbə. Top çöldə. Ağlı oyun gedir. Burada ötürmə. Bəli. 4-0'dı bunda qeyd edə. Pedro ötürmə. Ronaldo qaçırdı. Rəqib komanda yaxınlaşır qapıya amma heç də elə olmadı. Biz hücumdayıq. Bəli, çəkdi. Qapıya zərbə yenə oyuncuya dəydi top. Ötürdü. Bir daha. Ronaldo ötürdü. Qapıya zərbə Ronaldo'nun amma offside. Burada hakim offside bayrağını havaya qaldırıb və 4-cü hakimin əli havadadır və bizə hakimin 12 dəqiqə əlavə etdiyini çatdırmaq istəyir. İçəri doğru ötürmə Ronaldo'ya gəlmə. Topa onun ilk hissəsi başa çatır. Bəli, ikinci hissədə görüşərik. Bəli, oyunun ikinci hissəsi başlayır. Bəli, oyun başladı. Əli oyun gedir. Qarabağ 4. Rəqib komanda 0'dır bəli. Ronaldo'da qaldı top. Ronaldo keçdi bütün komandanı. Ronaldo qapıya zərbə. Ronaldo bütün komandanı keçdi. Golunu attı Cristiano Ronaldo. Gol sevincini bəli. O nə gol idi? Qarabağ hesabda yenə fərqlənir 5-0. Öldürmə burada. Bunu da qeyd edək ki, Ronaldo'nun sarı vərəqəsi var. Öldürmə. Ronaldo. Yenə çıxdı hücuma. Yenə bütün komandanı çalınmağa hazırdır. Ronaldo keçdi. Qarabağ uğurlar deyirik bir daha. Ronaldo qapıya zərbə. Qaydan top bir daha gəldi. Ronaldo qapı. Allah oynadı. Top əldə bizdədir. Öldürmə. Qapıya uzaqlardan zərbə. Yenə oyuncuya dəydi. Ronaldo zərbə yenə qapı. Bu səfər qapçı. Qarabağ durmur. Oyun gedir bəli. Ötürmə. Ronaldo. Ötürməsi Pedro aldı topu qapıya baxdı. Pedro'nun zərbəsi qapçı. Bəli. Üçüncüdən zərbə. Ronaldo gəldi, ötürdü. Qapıya zərbə. Bayaq demək istəyirdim ki, Ronaldo əllərini havaya qaldırdı. Yəni işarə verdi. Qapıya zərbə. Burada dəqiq alınmadı. Qapıdan zərbə olacaq. Ötürmə. Bəli, top Ronaldo'da qaldı. Ronaldo yenə hazırdı amma yorulub bütün komanda. Ronaldo uzaqdan zərbəsi qapıya. Şəyə zərbə idi. Ronaldo zərbəni yerinə yetirəcəkmi? Xeyr, burada oyuncu dəyişdirilir. İçəri baxdı. Ötürmə. Ronaldo ötürdü. Ronaldo qapıya zərbə. Oy oy oy, burada sarı vərəqə. Alır qapıya müdaxilə elədi. Bəli, qapıya qarşı qayda pozulub. Burada görürük qapısının ayağına sürüşdü və sarı vərəqə. Qarabağın artıq 2 sarı vərəqəsi var. Oyun davam edir. İçəri doğru ötürmə. Top bizdədir. Bəli, içəri bir daha ötürmə. Ronaldo'nun ötürməsi Pedro. Qapıya zərbə. Pedro'nun zərbəsi dəqiq alınmadı. Top qapı üzərindən keçdi. Bəli, çox ağlı oynayır Qarabağ. İçəri doğru ötürmə gəldi bir daha. Bu səfər rəqibdə qalan top rəqib. Qarabağ heç bir gol yeməyib. Hələ ki oynadığı pes oyunlarda heç bir gol yeməyib. Qapıya zərbə Ronaldo. Top hələ oyundadır. İçəri doğru Ronaldo ötürmə. Qapıya zərbə və gol! Qarabağ hesabda fərqlənir. Qarabağ əla oynuyor.
6-0. Keçən oyun 7-0 idi bu. İndi olub 6-0 bəli. Keçən oyunda 7-0. İndiki oyunda görsən neçə 0 olacaq və yaxud da neçə olacaq. Bəlkə komanda bir gol vura biləcək və yaxud da daha çox gol vura biləcək. Ronaldo da bu dəqiqə top. Ronaldo qapıya baxdı. Zərbəyə qayıdan top. Ronaldo bir daha zərbə. Yenə qayıdan top. Bu səfər qapıya zərbə. Dirək. Çox halı oynadı Ronaldo və dayanmadan zərbə indirildi qapıya. Qapıcı zərbəni saxlaya bildi, yəni qapıya zərbə. Burada oyunçuya, müdafiəçiyə dəyən top idi. Müdafiəçiyə çox dəydi top. 82-ci dəqiqə. Artıq Ronaldo yorulub və bütün komanda yorulub. Ötürmə gəldi. Bir daha. Onu da ötürmə. Ronaldo qapıya baxdı. Zərbəsi artıq yenə qol olmadı. Bəli, Pedro ötürmə eləmək istədi. Alınmadı. Ronaldo ötürmə alınmadı. Burada rəqib komanda hücuma çıxır. Hakim oyunu saxladı və uyarı verir. Bir də belə şey etməməsini xahiş edir. Bəli. 87-ci dəqiqə. Ötürmə qapıya doğru. Onu da ötürməsi Pedro. Pedro ötürmə elədi. Elə bildi qabaqda Ronaldo var, amma Ronaldo daldaydı. 4-cü hakim əli havadadır bizə. Hakimin 12 dəqiqə əlavə etməyini demək istəyir, yəni çatdırmaq istəyir və oyun bitdi mi, bitmədi. Pedro da bu dəqiqə top ötürdü Ronaldoya. Ronaldo qaçır. Qapıya zərbəsi alınmadı və oyun bitməyib hələ ki və oyun bitdi. Qarabağ 6, bəli, halaldır sənə Qarabağ. Bəli, burada uğurlar deyirik Qarabağa. Yeni oyunlarda görüşərik. Sağ olun, salamat qalın.